Bağışlayın, bağışlayın. Hareket etsene. Bir dene. Oo, öyle bir dene. Wow, öyle bir dene. Ay uşağım. Neyse. Götür bunu. Bəs, neyədir? Yaxşı da, yaxşı, neyədir? Cəmaat mənə baxır. Hər dəfə sənə görə, uşağıma görə mən biabır oluram burada. Neyədir axı uşaq? Qucaqlamaq istədi də. Adım salamadım, mən də belə adam yox. Başa düşürsən. Sənə uşağıma görə mən cəmiyyət içində biabır ola bilmirəm. O da çıxmalıdır bayra, O sosiallaşmalıdır. uşağım, o sən. Məndən uzaq. Yaxşı. Kızım, keşke sen de belə masanı dağıdardın, səngəli vurardın. Atan sənə heç əsəbləşməzdi. Amma inşallah ki biz bu günləri birlikdə yaşayacağıq. Qardaş, bağışlayın. Səhərdən uşağınıza baxıram. Necə gözəl, necə saf uşaqdır. Ümumiyyətlə Down sindromlu uşaqlar sevginin, mərhəmətin, səmimiyyətin ən saf halını göstərirlər. Amma sevgiyə, qayğıya və ən əsası qəbul olmağa hər uşaq kimi ehtiyac duyurlar. Uşaqlarımızın bacara bilmədiklərinə deyil, bacara bildiklərinə baxaq. Hər uşağın içində kəşf edilməyi gözləyən bir gözəllik var. Bunu unutmayaq.